Herkese salam deyirəm. Bu gün çox maraqlı günümüz olacaq. Bugün 6-cı gündür, mənim ev günümdür. Amma qonaqlarım var. Qonaqlarım var. Axşamdan nəsə ev falan təmizləmişəm, doğrusu onları çəkməmişəm. Bir işim qalmayıb. Hətta 3 bacı dolması belə pişirmişəm. Çünki vaxt aparan bir şeydir. Tezdən düşmüşəm, getmişəm, vaxt olmadı, yuxuydum, tələsirdim. Getdim Araz marketə, pazarlıq elədim. Axşam belə bir partiya eləmişəm. Neyse, sonra orada yaxşı meyvə tapmadım, aldıqlarımı aldım. Gəldim Hüseynə verdim sumkalar aşağıdan, bir də getdim bazarçılara, maşınsız piyada. Neyse, onu da aldım oradan istədiklərimi. Mənim Nidada bir tort pişirənim var. Gülnar xanım. Mən bunun tortundan başqa tort sipariş verirəm. Haradasa kiminsə ad günü olanda da bu xanıma sipariş verirəm. Yeyən bir də istəyir deyərəm. Instagramın səhifəsini təqdim edin, bir baxarsın. Gülnar xanıma zəng gəldim ki, bəlkə tort hazırlaya biləsən mənə günorta. İnanırsız dediyim bir neçə saatdir. Tort uşağı hazırdır, Hüseyin göndərəm gedib dalıca. Tort uşağı hazırdır, şirniyyat, konfet, hər şey almışam. Yeməklə pişirirəm, aş pişirirəm, çırpma pişirirəm, qalya pişirirəm. 3 bacı dolmam var, hazırdır. Safiyetka yaxşı. Sonra grill aldım, böyle tabakada yani. Onu da aldım. Olsun. Çox olsa qoyarsınlar. Olsun. Kızlar, başlayıram mən hazırlamağa, günortaya qonaqlarım gəlir. Mikrofonum da qaldı maşında. Şeyini göndərdim, tortu gətirəndə mikrofonu da gətirsin ki, mənim səsimi yaxşı işlərsə, səsimdə problem var. Bu arada, problem nədir, mən belə şüvənliyi kimi danışan deyiləm. Mən öz xarakterim var. Yeri gəlsə, necə deyim, dalaşmaqdır falan da sözümü deyərəm onu, yəni öz xanım xatınlığımda qorumaq şərtilə ondan kənara çıxmaram. Belə qızlar, başlarıq. Mikrofonu taxaraq deməli, qızlar başım işə necə qarışıb, bir yandan da telefonun zəngləri dayanmıyor. Tələsi yazıq uşaq gedib torta, mən də düşünmüşdüm ki bu torta getsin, çatana yaxın mən zəng eləyim, tortu düşürsünlər aşağı. Yazıq uşaq gedib, gözləyib, görüb tortdan xəbəri yoxdur, telefonu da götürməyib Hüseyin. Bir də qayıdıb evə ki, tort yoxdur axı, tort düşürəm də zəng eləyim ki, mən birazdan çıxacam gəlsin də, yazıq uşaq yaxı oradan gözləyib. Bir də bu istidə təzdən bir də gedib. Hamısı nasıl telefonu dayanmamağındandır, işlə bağlı falan, bir şey danışmışam ki, o yığır, bu yığır. Neyse, soğanını da doğradım, toyuğu axşamdan qaynatmışdım. Araldan qoyub. Toyuğu axşamdan qaynatmışdım. Yaxşı ki də qaynatmışam, hələ dolmanı da axşamdan eləmişəm, yenə də görsünüz. Yenə də xeyri yoxdur. Əslində axşam deyəm, kollektiyəm qızlarla. Ona görə özüm belə saldım günortaya. Axşama salsaydıq daha rahat olardı. Soğanı doğradım. Tuzluyum. Yorumda yazmışsınız ki qara saç yaraşmış. Əvvəlki saç. Əvvəlkidən bir başqa göstərirdi qızlar. Bu da. Nəsə. Belə istəyirəm ben. Böyle. Soğanı. Baxın. Doğradım. Doğrayandan sonra tuz eləyirəm belə. Bunun üstünə aşırıcı koymuşam üstünə. Aşkam alır. Qalyanın da düşmüşəm koymuşam üstünə. O da orada. Mən mənə hazırlayacağım. Bir dənə bunların pişməyinə baxacağım da. Stol hazırlamalıyam. Kızlar. Sistemimizi də. Ay, sorry. Bax, siz nəyə elə oldu? Məndə allergiya var axı. Sifrəni açdım, tozu deyildi, yuyub qoymuşam. Prosta paraşoklu yəqin tozu gəlir də, bilmirəm. Bax, elə bir şey olan ki, məndə allergiya belə verir. Belə oluram. Bu sifrəmiz. Deməli, sonra qabları tutacağım. Tortumu görsədim. Əsl yay tortu. İnanın ki, bu qız Nida tərəfdə yaşayanlar bu qızdan tort sipariş verin. Mən mağazadan alınan tortları sevmirəm. Bu tərəfə qapağı dəyib çıxanda. Gəlin geçəydik. Çikolatalı. Neyse, bunu koydum bura. Qablarımız da düzəy qızlar. Sən yaxmışdın, götürdün. Ay, durmuşsan. Video çəkirəm, bu tərəfə getmir. Yeşin ana səni. Ne geçək yatmışdın. Şeyin şəkilimi çəkib yatanda, bax gələn. Deməli qızlar, Həsən yatanda ayağında belə qalxızır üstə qoyur. Elə şey yatar, elə bir oturub da. Senin çəkib sən. Hayal siz.
Gəlib öpəsən. Mən oğlum duranda mən mütləq öpməlidir. Gəl. Oh, oy Allah. Ay Allah, sənə qurban olum. Sənə qurban olum, ay Allah. O gözəl oğul payım var, ay Allah. Qurban olum sənə. İndi bakallarımızı gətir. Bakalları da düzdün. Bir kabaşıqları da qoyun. Sonra gedim meyvələri yumağa. Yoldadılar. İnan seçəməsi süpürəni alacaq. Əslində yeməklərimiz üstündədir. Aşımı dəmə qoydum. Çırıtman, ətli falan, toyuğum falan tökdüm. Üzü pişir. Belə meyvəni qoysam hamıca yaxşı olar hər şey. Belə. Qaşıq. Ay Allah, bilmədim, çaşbaş qaldım. Birinci qaşıq idi, ilk aydı, sonra qaşıq idi. Ay, yadımdan çıxdı. Elə idi da. Birinci bir kaynalanı yiyirsən. Sonra yadımdan çıxır. Vilka, qaşıq. Vilka, qaşıq. Hələ salat düzəltməliyəm. Vüsalə, sənin nə qədər işin var? Niyə artıqdır? 6 deyil ki, 1, 2, 3, 4, 5, 6. Niyə 7 çıxdı? Soklarımızı da buradan qoyaq. Bu kadar. Şimdi belə. Bu da belə. Meyvəm də hazır. Meyvəni də ki, atıda qoyum da hələ ki. Belə qoyun. Gənə safitkaları almışıq. Bunun hansı rəngini qoyun. Ayda, burada belə bakallarım var deyə. Bundan niyə qoymamışım? Mən ondan qoymuşam. Hiç yadıma şey nasıl buranı açmam. Hiç bura yadıma düşmür ki. Neyse qoymuşam da. Bura nə qoysam yaxşıdır? Qırmızı. Çeyləkli qırmızı şeylə. Hoppali. Bu da belə sərtli qabımız. Buradakı buradan başdan qoyaq. Bu kadar görsədim. Baxın. Hani tələsi olub qızlar. Tələsi olmuşlar geçir. Anaların anası, sonaların sonası. Axırı ki tilsimi qurub gəlib. Ver yoxsa çəkirəm. Axırı ki tilsimi qurdu gəldi. Böyle fırlandım ki bunları çəkemiyorum. Bu da benim güzel bacılarım var. Öyrəşmədilər. Özümə oxşamadınız da. Oxşamadınız da. İndi hamı sual verəcəksiniz ki, həqiqi bacılarımızdır. Qan bağı yəni önemli deyil. Belentində mənəvi həqiqətən də bacılarımdır. Yasemin də anamdır. Deyil. Bu da mən. Neyse, çəkəcəyim hər şeyi. Ben sesin orada öyle kışkırtma ölçüyor düşünmeyecek. Ondan gerilendim. Aşım hazır, çırıtmam hazır, galyam hazır. Üçbatı dolmam da hazır. Bu kadar. Ondan aldım sanırım. İşte bu. Bunun altında yok. Bu testi. Ay aman ne testi. Ben kaplardan çokesen aldım. Ben o servis aldım. Ana. Ama işte yarabilir. Maskarasında şu var hele. Ulaştım, koyunca bozdum. Gelenden çocuğu getirir, an vermişəm. An vermişəm ki, an vermişəm hələ doludur. Qəsəmə, mənə bir dənə qab
Sizlere keçirdək bu da sağlıklı güzəldir. Ne diyeyim? Yani yanına Burada gətirək. yiyecek önce. Bir de burada yola kadar. Nerede kimse çekip ne yiyor? Tamam. Ne yapacağım bunda? İşte eğlensinler. Artık hazırlıyorsam bilmiyorum size gidende. Hiç vaxt lazım yoksa belə ədəbəkən olmamış. Ben ona göre stonsun oldum sana. Hı? Sen olmayan yerden var ediyorsan ne? Hanım. Size çatma olmaz. Sen kimi xırdalayamıyorum kızlar. Sonra bir videonu çeken hanım. Bir salat düzeldir. Neyle elinle doldursan onu? Nasıl xırda da xırda. Ben de yok. Ben de balta olmadı. Salat. Qaldırılır. Ne oldu? Aşağıdan kurtun çıxartır. Ben gireyim. Valla Onun içinde şey yoktu da. onun içində kimsə Bir burada da var. Onunla topladım. Hələtindən bir çıxart değil mi? Bakın. Koyayım halıyla. Serinlesin. Aldım gidiyor varsa. Sonra bana atın doluyum. Atma neymiş sən? Ay sayın. Aslında mesela ben onu göstermişim. Yedim değilirsen. Açıldı. Şimdi aşağıdan neye bırak? Bunu bakalım. Çıkmış. Ha, onu direkt gördüğümüzde. İstilensin. Au. Eşit. En sevdiğim çorbalardan biridir. Markette da verir. Ana çorbası başka. Şey. Okey. Neydi? O işe sen bakırsan. Yani meşhur aşımdan ay. Bakın. Kız beloları. Sırıtmam. Üç parça dolmam. Kaydıram. Gördünüz? Bazılarını izlemedim. Bazıları arabada böyle yiyor. Bismillah. Sen dur. İnsan. Şöyle. Tamam. Kadar. Bunu tutalım. Ha, ona var. Sürdü. Ona var. Aşkım gel. Aha bunu alayım. Ona. Bir tane kaldı. Yasemin sen getireyimizi doğra. Ben de buna taraf çıktı. Ha. Toptan çıkardık. Elim yanmaz. Allah merganım olsun kızımsa. Sana. Diyecekler ki her şeyi reddedildi. O karşıdan niye yokunda? Allah hakkı yokunda ne diyeyim? Ben onu da yazacağım. Çünkü karşıdan niye kesmişsin? Karşıdan yoktu. Ben de bundan keseceğim. Ne kadar çocuklar. Çöreğimiz de dolmalı. Bir de oradan çek. Torbaya
Xaladı iki atırdan sonra salatın gətir. Buradan mənə xal verin. Sizcə bu qız bacarır yoxsa yox? Günortanı bir neçə saata hazırlamışam. Ona qurban olum sizə. Bir neçə saata bunları hazırlamışam. Bu qız bacarır yoxsa yox? Yazın gerek. Bilməsə çoxlu iradlar bildirəsiz. Ona salatımız. Bəh. Öyrən bura. Hoppali. Mən o bisküvi hamanın üstü olsun. Mən çəkin. Olmazsa olmalı bir tekmeliyəm yükləyək. Bunu atacağım Səmaya. Səma gönlünə qaçırdım. Hə qızlar. Mən də belədir. Çəkməyəcək etkiyə. Birinci çəkilməlidir, sonra yeyilməlidir. Bizə gələn bunu nəzərə almalıdır yəni. Allah haqqı. Ana, 10 səndə bir dənə adi sonunda yəqin ana görə. Gəldən sonra da biz işləmək istəmir. Hasan, bax keçdi, bax keçdi qabları yumağa. Qırpamam, soruqlan yerim. Boşalt qabları. Yıxılan edim dirək. Allah haqqı. Ay, niyə hamıda? Mən baxıram. Orada ətrafım var ha. Ama bunlardan sənə bir qatım var. Bax, üzlərini. Elim verdim. Ulan. Elim azalttı ha. Şöyle buyurun. Buna da kesmeyi mi kalmış? Evet. Şu anda bizim hayatlarımızda bize başka zevk veren bir alternatif var. Yiyerek mutsuz ölen olmamış. Onu mənə qoy. Çoşka. Çoşka falan verirler. Allah aşkına büyükleri gören zaten kesimi zengide. Şunu yandırdım. Ağırlaşaq biraz. Biz geldi bu arada muftalarımla buradan sabah. Aslında niye çekmiyorsan bir dakika yok uydur. Çek onu. Bu sonradan gelenler neler oldu neler hiçbirini çekmedik. Hiç yorulmayasın. TikTok'lar. Paylaşmışım bakın paylaşıyorum. Neyse burada da tutaraq. Gecəniz xeyrə qalsın deyirik. Sağ ol deyirik. Sağ ol. Evet bunsuz başlamışdı bunlar. Mehriban. Böyle taşıyor. Çingelem. Aa tatlı bak. Çingelem çingelem. Bakma anam kurban. Göster. Yusuf bir de utanır ki. Soy bir inan kabuğundan sıkılıyor. Sonra Robert'ın kravatını atır. Getir onun yerinde. Indi değiller onu. Burada sağlaşa. Elim tasmin
Heç də bilmirəm. Mən götürəm. Sağ olasın. Mən də bilmirəm. Ben gələndən sonra da ayak kəsir, üzü güldü. Allah nələr oldu nələr amma heç bir çəkmədik. Ulaşacağıq inşallah sənin yerində. Gələn səfər məndən başlayacaq. Sağ olun. Xoş oldu. Bye bye.